Bugün sizlərə sadəcə bir mənzil yox, əsl xəyalları göstərəcəm. Elə bir ev təsəvvür edin ki, liftə daxil olursunuz, 17-ci mərtəbənin düyməsini basırsınız və birbaşa mənzilin qarşısındasınız. Biz, bəli, Hacı Aslanov metrosunun tam yanındayıq. 17 mərtəbəli binanın 17-ci mərtəbəsində qanuni mərtəbədəyik və bura adi bir mənzil deyil. Bura 170 kvadrat metrlik, 4 otaqlı, əsl dubleks bir mənzildir. Yəni eviniz 2 mərtəbədən ibarətdir və ən gözəl tərəflərindən biri isə diqqətlə baxın. Bu keyfiyyətli və təmirdən sonra burada heç kim yaşamayıb. Yəni İlk yaşayan siz olacaqsınız. Hər şey yeni, hər şey ilk dəfə sizin üçün istifadəyə hazır olacaq. Birinci mərtəbəsində bu genişliyi, bu işıqlığı hiss edə bilirsinizmi? Amma dayanın. İcazə verin sizə əsl möcüzəni göstərim. Baxın, 17-ci mərtəbədən açılan birbaşa şəhərə panorama. Təsəvvür edin, hər səhər oyanıb bu eyvanda qəhvənizi içirsiniz. Mənzərə super. Əsl dinclik. Amma əsl sürpriz hələ yuxarıdadır. Gəlin bu evin ikinci aləmi ilə tanış olaq. Bura sizin şəxsi sakitlik məkanınız, geniş yataq otaqlarınız və hər səhər şəhərə mənzərə ilə oyanacağınız bir yerdir. Bilirsinizmi? Bu evdə hər şey sizin tam komfortunuz üçün hazırlanıb. Qaz, su, işıq daimidir. İstilik sistemi isə müasir və qənaət edici kombiti. Yəni ilin hər fəsli ideal istilik və rahatlıqla təmin olunub. Və əlbəttə ki, hamını maraqlandıran ən vacib sual sənətdir. Bəli, sənətləri tam arxayın ola bilərsiniz ki, qaydasındadır, sənətimiz qopçadır. Yəni mülkiyyət tam olaraq sizə aid olacaq. Bu sadəcə daş divar deyil. Bu prestijdir. Bu tam yeni bir başlanğıc. Hər gün zövq alacağınız bir mənzərə deməkdir. Videomuzu sona qədər izlədiyiniz üçün sizə təşəkkür edirəm. Sizə bu evin ən cəlb edici tərəfi hansıdır sualını vermək istəyirəm. Zəhmət olmasa şərh bölməsində bunu cavablandırın. Bu gözəlliyi daha çox insanın görməsi üçün videomuzu bəyənməyi və bu fürsəti qaçırmamaq üçün bizimlə əlaqə saxlamağı unutmayın. Minnətdaram.